Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugünkü mövzumuzda Muaviyyə şiələrinin iç yüzünü sizlərə təqdim edəcəyik. Təqdim edəcəyimiz bu videoda Muaviyyə şiələri bu dəfə müqavimət əleyhinə danışırlar. Gəlin birlikdə izləyək. Sosial şəbəkələrdə adlar qoyurlar. Misal olaraq müqavimət, müqavimət 1, müqavimət 2, misal olaraq bu kimi adlar qoyurlar. Təsəvvür et, İslamın işini sanki bütün həmişə bunlar həll ediblər. İndi bütün özləri kimi olmayan insanların həm şəxsiyyətlərinin terroru ilə məşğuldular, həm təqdimatlarının terroru ilə, yollarının terroru ilə məşğuldular. Məcazi mənada. Bir gün gəlir ölkənin bayrağını başlayır qınamağa. Vətəninin bayrağından səhv tapan insanlardır bu vəhşi cəmiyyət. Bu dediyim söz ki var, vəhşi cəmiyyət sözümün tam arxasındayım. Xoşlarına gəlməyən insan ölkənin bayrağını ucaltmaq üçün çalışanda, zəhmət çəkəndə gəldilər başladılar bayraqla mübarizə eləməyə. Xatırlayırsınız o günlər. İndi hiss eləyəndə ki artıq müəyyən qədər vəziyyət dəyişir, həmin bayraq adı altında özlərini bu ölkənin nümayəndələri kimi haralardasa qələmi verirlər, ortaya çıxırlar. Çox üzr istəyirəm ifadəmə görə, alçaq insanların, aşağı səviyyəli insanların ən birinci silahları budur ki, düz insanların şəxsiyyətlərinə terror eləsinlər. Onların adlarını ləkələsinlər ki, üzr istəyirəm, insanlara yaxın heç vaxt gələ bilməsin. Həzrət Əli əleyhissalamın yolu bu yol deyil axı. Həzrət Əli əleyhissalamın ilkin işi, Peyğəmbərin ilkin işi qarşısında dayanan düşmənin əməlini islah eləməkdir. Quranın xətti də budur. Buradan bəlli olur ki, onları tənqid eləməsəydi əgər, and içirəm ki, şəhidlərimizi belə şəhid hesab eləməyəcəklər. 44 günlük müharibənin şəhidi. Bu vəhşi cəmiyyətdir. İndi bir dəstə insan bunlardan qorxur, səsini çıxara bilmir, bunların tənqid atəşindən qorxur. Yox, qətiyyən, öldürsün özünü, qışqırsın, fəryad eləsin. Hər hansı bir sözdən, insanları azdıracaq sözdən istifadə edirsə, istifadə eləsin. Bir insan düz yolu bilirsə, bir cəmiyyət düz yolu görübsə, o addımlada, o izlədə getməlidir. Araşdıranda, təhlil eləyəndə ki, yaxşı, bu kimi insanlar İslam üçün nə iş görüblər vaxta qədər? Heç nə, aş yiyiblər, üzr istəyirəm, kökəliblər, başqa piyləniblər, başqa bir işləri də yoxdur. Gördüyünüz bu şəxs və bunun kimi insanlar həmən insanlardılar ki, Tasua günü Aşura keçirərək, Aşura günü Aşura keçirtməyə cəsarət eləmədilər, qeyrətləri çatmadılar. Yəni bunlar o insanlardılar ki, sabah böyük güclər bunlara təsir eləyəndə, təzyiq eləyəndə bunlar keşiş paltarı geyib kilsədə xidmət etməyə hazır olacaqlar. Çünki bunlar İmam Hüseyin əleyhissalamın təməlini qoyduğu müqavimət məktəbinin əleyhinədilər. Müqavimətsiz İslamın təbliğatı peşindədilər. Müqavimətsiz İslam, yəni Yezidin İslamı, Muaviyyənin İslamı, müqavimətsiz İslam FETÖ-nün İslamı, müqavimətsiz İslam Səudi Ərəbistanının İslamı, müqavimətsiz İslam qadınlarının başını açıb Trump'ın qabağında körfəzi rəqsi oynadan ərəblərin İslamı. Bunlar da insanları ona doğru sürükləməyə çalışırlar. Necə ki, Vəhabilər bu günləri İsrailin, Amerikanın əleyhinə, zalimin əleyhinə çıxmağı haram buyururlar. Bunlar da müqaviməti haram buyururlar ki, zülmə qarşı mübarizə olunmasın, məzlumların yanında yer alınmasın. Bugün bunların təbliğatı Fələstin məzlumlarının, İraq məzlumlarının, İran məzlumlarının, Afrika məzlumlarının yanında olmamaqdır. Zalimin yanında durmaqdır. Müqavimət isə həmən bu məzlumların yanında durub onları müdafiə eləməkdir. Allahın kitabında uca Rəbbimiz belə buyurur ki, vuruşun onlarla ta o vaxta qədər ki, din Allaha məxsus olsun. Bax, budur insanları müqavimətə sürükləyən. Biz də bu günləri Allahın dinini böyük güclərə təslim eləyənlərə qarşı müqavimət göstərməliyik, vuruşmalıyıq. Bu Muaviyyə şiələri bizləri bundan çəkindirir. Bunların fitnələrinə uymayın. Bunların yaydıqları saxta İslamı görüşlə fikirlərinizi körləməyin. Allaha sığının və bunların şərrindən Allaha pənah aparın. Esselamu aleykum və rəhmətullah.